Herkese salam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Qar yağıb və gedirəm işə. Qarın yağması ilə təbiət o qədər gözəl görünürdü ki, düzdür, soyuqdur. Mən soyuğu sevmirəm, ona görə qışı sevmirəm. Amma ki, qar yağanda həqiqətən də hər tərəf çox qəşəng, çox gözəl görünür və bu gözəllikləri görə gedirdik işə. Buralar mənim işə getdiyim yollardır. Yaz vaxtları da belə çox gözəl görünür, yaşıllıq hər tərəf. Belə də çox gözəl görünür. Son vaxtlar qızlar xəstəliklər yaman çox yayılıb. Uşaqlar narahatdılar, biri düzəlir, biri xəstə olur, qızdırmaları qalxır. Ona görə də heç cür video çəkə bilmirəm, vaxt tapa bilmirəm video çəkməyə, amma çalışacağam ki, biraz aktiv olum. Hal-hazırda da videonu editləyirəm, üzərinə səs yazıram, amma oğlum heç cür sakit durmur ki, mən normal səs yaza bilim. Təbii ki, qara ən çox sevinənlər uşaqlardır, ona görə də onları heç içəridə saxlamaq olmurdu. Tənəffüs olan kimi düşürdülər həyətə, qartopu oynamağa. Onları gördüm, mən də həvəsləndim, düşdüm. Çox qəşəng qar yağırdı, amma çox üşüdüm, çox soyuq idim. Burada da düşdüm, əlimə bir qartopu götürdüm, biraz əllərim üşüdü. Qayıtdım, çıxdım yuxarıya, dedim elə mənim ki, ancaq pəncərədən baxmaqdır. Təbii ki, çox gözəl idi, çox qəşəng görünürdü hər tərəf, amma çox da soyuq idim. Qərara gəldim ki, elə sadəcə bu istiliyin yanında dayanım və qara pəncərədən baxım, çünki ən yaxşısı elə odur. Məktəbdən daha başqa bir kadr çəkmədim, dərslərimizi keçdik, sonra da qayıdıb gəldik evə. Ondan sonra keçdim ev işlərinə. Təbii ki, ev işləri bitmir. Mən də səhər tezdən özümə əlavə bir iş düzəltmişdim. Paltar axtarırdım və paltar axtaranda da bütün paltarların hamısını qarışdırıb tökmüşdüm. Aşağıdakı siyirmədən də görə bilərsiniz ki, bütün paltarları qatıb qatışdırmışam sadəcə bir paltar axtarmaq üçün. Amma onu da tapa bilməmişdim. Gəlib sonradan yığışdıranda buraları tapdım. Amma yenə də biraz qarışmışdı zaten əvvəlcədən. Elə buranı yığışdırmaq üçün bir bəhanə oldu. Əslində çox xoşuma gəlir belə səliqəli, düzgün düzülmüş görüntü, amma o qədər də lap səliqəli eləyə bilmirəm, nə yalan deyim. Mənim mamam belə şeydə çox yaxşıdır. Hər bir paltarı çox səliqəli qatlayır, qoyur, sanki belə xəttkeşlə düzmüsən olar ora, amma mən qatlayıram, qoyuram. Düzdür, özüm də qarışdırıram çox vaxt, ya da yoldaşım nəsə paltar alanda öz paltarlarını qarışdırır. Səliqəli görünüşünü sevirəm. Bacardığım qədər səliqəli yığmağı da sevirəm, ancaq təbii ki, qarışır yenə də. Ona görə tez-tez gərək bunları eləyəm. Bu otaqda soyuqdur deyə burada çox iş görmək olmur. Əslində bura bizim yataq otağımızdır, ancaq hal-hazırda burada istilik yoxdur. Hava soyuq olduğuna görə başqa yerə köçmüşük, başqa otağa köçmüşük. İnşallah yenidən yaz açılanda, havalar isinəndə qayıdıb gələrəm bura. Burada olanda uşaqları yatdırandan sonra bütün işlərimin hamısını vaxt-vaxtında görə bilirəm. Şkafların içərisini yığışdırıram, bütün yerləri təmiz saxlaya bilirəm. Amma indi otaqların içi o qədər soyuqdur ki, yəni qalın paltar geyinməmiş nəsə eləmək mümkün deyil. Kaş ki, qaz çəkilərdi tez bir zamanda, biz də rahat olardıq bu cəhətdən, yəni istilik cəhətdən. Bütün işlərimiz qaydasına düşərdi. Üstdəki bölməni yığışdırdım. Üst bölmədə yoldaşımın paltarları idi. Çox az paltar var, amma mənim 2 bölməni dolduracaq qədər paltarım var. Desəz ki, hamısını geyinirəmmi? Xeyr, geyinmirəm. Sadəcə yığıb saxlamışam, bilmirəm niyə. Düşünürəm, yayda bunların əksəriyyətini ayıqlayıb ataram. Yəni geyinmədiyim paltarları ataram, getsin. Çünki nə qədər paltar olsa belə dayanmadan əlim eyni paltarları geyinməyə gedir. Eyni paltarları götürürəm, eyniləri geyinib, eyniləri də qatlayıb yuyub qoyuram yerinə. Qalanları elə sadəcə yer tutmaqdan başqa bir şey yaramır. Bu bölmədəkilər sadəcə ev paltarlarıdır. Aşağıda da harasa gedəndə geyindiyim paltarlar var. Onları da ayrı yığmışam ki, daha rahat tapa bilim. Belə lap səliqəli olmadısa da ən azından səhərki alından səliqəli oldu. Buranı heç cür tam yaxşı eləyə bilmədim. Çünki qalın paltarlardır. Nə qədər qatlasam da o qədər belə qəşəng durmur. Buradan da dovşan baxır. Amma ən azından yaxşıdır da, yəni düşünürəm. Sonra keçdim oğlum üçün alma soymağa. Biz meyvə yemirik. Bilirəm bu çox pis bir şeydir, amma meyvə yeməkdə bizdə çox ağzı quruyuq. Yəni bizdə belə deyirlər, bir şey yemirsənsə çox ağzı quruyuq. Hətta meyvələrin əksəriyyəti çürüyür, xarab olur, amma biz heç birimiz onu gətirib ortaya qoyub yemirik. Təbii ki, çox xeyirlidir. Üstəlik uşaq var evdə, uşağa soyub versək nə qədər xeyir olar, amma
Bilmirəm, nəsə o qədər belə meyvə yemək kimi bir xüsusiyyətimiz yoxdur. Keçdim sonra da kartof soymağa. Axşama kartof bişirəcəkdik. Daha doğrusu əksəriyyətini qaynanam soymuşdu. İçəridə 3-4 dənə qalmışdı. Dedim onları da mən soyum. Doğrayım, qoyum, qızarsınlar. Kartof qızarmasını mən çox sevirəm şəxsən. Oğlum da çox sevir. Hətta bunu bişirməyə qoyanda bişənə qədər dayanmadan istəyir. Yəni başa düşmür ki, hələ bişməyib. Bişənə qədər az qala ağlayır ki, mənə kartof verin, kartof istəyirəm və s. Mən burada işimi görəndə də gəldi mənim başımın tatlı belası. Bu hayvanda Tom'un içine sar. Kim dedi? Ama denizden isteyeceğim. Sen ne dedin? Ben de dedim ki herkes istiyor. Ben istəyirsən. Ha, Dişin ağrımır sənin. düşün oğlum. Ağrımır. Ha, evet. Baba, Can. o da bizimden kaçtı. O da bizimden kaçtı. Oradan da keçdim paltarları qatlamağa. Artıq havalar soyuduğuna görə paltarları həyətdə qurutmaq olmur. Biraz həyətə səririk, hava dəyir. Daha sonra gətirib evdə peçin yanında quruduruq. Sırayla biraz gətirib peçin yanına düzürük demək olar. Bunlar quruyandan sonra da elə yığıram kravatın üstünə ya da harasa bir qıraqdan qatlayıb daha sonra yerlərinə. Paltar həmişə kimi çoxdur. Həm özümüzdə, həm uşaqlarda bir sürü paltar olur. Amma yenə də bunları qatlayıb yerinə qoymaq lazımdır ki, lap qarma-qarışıqlıq düşməsin. Əgər oğlan uşağı anasınızsa, hər yerdən maşın yolunun hissələri çıxa bilər. Yumuş paltarların içindən belə. Bu videonu axşam çəkmişəm, ona görə keyfiyyəti çox da gözəl deyil. Nə qədər düzəltməyə çalışsam da çözünürlüyü o qədər də yaxşı düzəldə bilmədim. Ona görə də video çəkmək üçün həqiqətən də ən yaxşısı günəş işığıdır. Gündüz işləri görüb qurtarmaq lazımdır ki, videonu da normal çəkə biləm ya da ki, əlavə işığım olmalıdır. Əlavə işığım yoxdur, hələ almamışam. Bilmirəm, yəqin ki, alaram gələcəkdə. Axır vaxtlar YouTube-a video çəkməyə o qədər də motivasiyam yoxdur. Bilmirəm, niyəsə tənbəllik edirəm. Bəlkə də hava soyuq olduğuna görədir, ya da çox yorulduğuma görədir. Ümumiyyətlə, hava soyuq vaxtında, qış vaxtında heç bir şeyə həvəsim olmur. Üstəlik uşaqlarla falan çox yoruluram, işə gedirəm əlavə olaraq. Hətta axır vaxtlar dərs oxumuram, çünki sertifikasiyaya hazırlaşırdım güya, vaxt tapdıqca. Amma o da ləğv olundu. Belə ləğv olundu ki, əslində ləğv olunmadı. Yəni sadəcə mən gedəcək olmadım. Mən düzgün bilmirdim. Elə bilirdim ki, bu il mən sertifikasiyaya qəbul olacağam, yəni gedəcəm. İmtahana düşürəm, ancaq mən düşmürəmiş, çünki analıq məzuniyyətindən qayıtdığım hələ bir il tamam olmayıb. Sertifikasiyaya düşməyim üçün bir il tamam olmalıymış. Bir yandan düşündüm ki, yaxşıdır. Onsuz da indi oxuya bilmirəm, uşaqlarla heç cür vaxt tapa bilmirəm, yorğun oluram və ora gedib aşağı nəticə göstərməkdənsə ümumiyyətlə heç getməmək yaxşıdır. Amma bir yandan da düşünürəm ki, kaş elə bu il olardı, o da əldən çıxardı, yəni imtahana. Nə qədər ki, hazırlaşa bilirəm, o qədər hazırlaşardım, imtahana gedərdim. Çünki ildən ilə daha da yorğun, daha da həvəssiz oluram sanki bir şeylər üçün. Amma yenə də nə vaxt olur olsun, əsas odur ki, Allahdan xeyirlisi olsun, hər şey yaxşı olsun, nəticəm ürək açan olsun. İndidən mənim üçün çoxlu dua eləyin. İnşallah ki, yaxşı verərəm imtahanımı. Düzlərlə gələn il verəcəm, amma inşallah yaxşı olar. Qərar verdim ki, dəsmalların hamısını ütü stolunun alt tərəfinə yığım. Orada boş 2 dənə yer var. Mətbəxdə yığırdım, mətbəxdə bir şkafa yığırdım. Onun əvəzinə ora başqa bir şey qoyaram, üst bölmələrdir. Əslində əvvəllər də bura yığırdım. Amma biraz oğlum böyüyəndən sonra imkan vermədi. Gəldi, hər dəfə dağıtdı, tökdü. Ona görə buradan götürmək məcburiyyətində qaldım. Artıq çox da dağıdıb tökmür, hər yeri qurdalamır. Ona görə yenidən bunları bura qaytaraq. Balaca oğlum böyüyüb dağıdana qədər burada qalsın.
Mənim bir neçə vloqumda olduğu kimi bu vloqumda da çörək bişirirdik. Qaynanam xəmirini yoğurur. Sobada bişirmək isə mənim işimdir. Ona görə istədim həmin kadrları da bu vloqa əlavə edim. Növbəti gün oğlumun da 7 ay tamam olurdu. Ona görə də onun üçün kiçik evdə çəkiliş eləmək istədim. Oyuncaqlarına 7 rəqəmini yazdım və şəkillərini çəkdim. Elə bunda vloqa əlavə elədim. Professional çox gözəl çəkiliş olmasa da ən azından 7 ay üçün yadda qalan bir şey olsun istəyirəm. Böyük oğlumda da bütün ay çəkilişlərini eləmişdim. Kiçik oğlumda indiyə qədər ancaq meyvələrlə eləyirdim. Ancaq indi nəsə bu dəfə oyuncaqlarla eləmək fikrinə düşdüm. Çünki belə oyuncaqları çoxdur. Rəngarəng gözəl oyuncaqlardır. Ona görə bunları da dəyərləndirmək istədim. Belə şəkillərimizi də çəkdik. Biraz oğlum oynadı. Artıq hərəkətli olmağa başlayıb. Bir yerdə dayanmır çox da. Ona görə saxlamaq da çətindir. Vloqum bu qədər alanda, əgər bura qədər izlədinizsə, bəyənməyi və yorum yazmağı unutmayın. Kanala abunə olsanız da məni çox motivasiya eləmiş olarsınız. Çox sağ olun bura qədər baxdığınız üçün. Hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız. Hələlik.